İslamın müraciəti bütün bəşəriyyətədir. Amma əməl mərhələsində İslam dini insanları azad buraxır. Yəni əməl mərhələsində məcburiyyət yoxdur. Peyğəmbərimizin, Qur'anın, Allahın və imamlarımızın müraciəti həmişə bütün bəşəriyyətə olur. Amma əməl mərhələsində məcburiyyət yoxdur və bu da ondan irəli gəlir ki, İslam dini məcburiyyət dini deyil, müraciət edir. Amma müraciətdən sonra hər kəs öz ixtiyarı ilə əməl edə də bilər, etməyə də bilər. Əməl edənlər öz mükafatını alarlar, əməl etməyənlər isə mükafat almayacaqlar, əksinə günah edənlər hətta cəzalanacaqlar. Bu da İslam dininin azadlıq dini olmasının bir bariz nümunəsidir. İslam azadlıq dinidir, azad insanlar üçündür. Əgər məcburiyyət olsa, ümumiyyətlə cəzanın və mükafatın heç bir mənası da olmayacaq.